dinləyicilər, bu günləri siz yenidən Kiber podkast dinləyirsiniz. Biz bu Kiber podkastda kiber təhlükəsizlik, texnologiya və rəqəmsal dünyanın ən aktual mövzularını müzakirə edirik. Bu gün yenə mən sizinlə Ayda Ramiz efirdəyəm. Bugün çox maraqlı bir mövzu olan kritik infrastrukturda olan enerji infrastrukturunda kiber risklərdən və onların hücumlarından danışacağıq. Bildiyiniz kimi oktyabr ayı kiber təhlükəsizlik ayıdır. Ona görə çalışırıq ki, bu ay daha çox kiber maariflənməklə danışaq və sizləri maarifləndirək. Bugünkü qonağım kiber təhlükəsizlik üzrə ekspert Lamiyə xanımdır. Lamiyə xanım, xoş gəlmisiniz. Xoş gördük Ayda xanım. Mən bugün sizə biraz maraqlı suallar verəcəm. Əslində bu mövzu biraz daha dərin mövzu olduğunu düşünürəm. Amma mən düşünürəm ki, siz bura daha sadə, maraqlı, insanların anlaya biləcəyi dildə cavablar verəcəksiniz. Lamiyə xanım, ilk sualım belə olacaq. Yaxşı, biz bugün bu mövzudan danışırıq. Kritik infrastruktur deyəndə nəyi nəzərdə tuturuq? Bunu sadə dildə necə izah edə bilərsiniz? Çox yaxşı sualdır Ayda xanım. Kritik infrastruktur dedikdə ölkənin gündəlik həyatı, iqtisadi sabitliyi təmin edən enerji, su, nəqliyyat, səhiyyə, rabitə, bank sektorları və s. nəzərdə tutulur. Əgər bu sistemlərdən biri dayanarsa, bu təkcə bir şirkətə deyil, bütün ölkəyə təsir edə bilər. Məsələn, hər hansısa bir enerji obyektində baş verən təhlükə və yaxud da neft platformasına olunan kiber hücum ciddi iqtisadi böhranlar yarada bilər. Təşəkkür edirəm Lamiyə xanım. Mən bu mövzu ilə maraqlananda belə bir söz də qarşıma çıxdı ki, kritik informasiya strukturu. Yaxşı, bəs bunu biz necə izah edə bilərik? Bu ifadəni biz necə anlayaq? Bəli, günümüzdə biz bu sözlə tez-tez rastlaşırıq. Kritik informasiya infrastrukturu. Kritik informasiya infrastrukturu az öncə sadaladığımız sistemləri idarə edən SCADA sistemləri, serverlər, kritik informasiya infrastrukturu bu sistemləri idarə edir. Məsələn, enerji paylayıcı sistemləri idarə edən SCADA serverləri buna bir nümunə ola bilər. Bir növ kritik informasiya infrastrukturu fiziki avadanlığı idarə edən beyindir. Biz beyindən danışdıq burada və bilirik ki, beyinə hücum olarsa, nəticə çox ciddi ola bilər. Yaxşı, hansı hücum növləri daha çox təhlükə yaradır? Bundan danışa bilərikmi? Məsələn, 2015-ci ildə Ukrayna elektrik şəbəkəsinə edilən hücum nəticəsində minlərlə insan işıqsız qalmışdı. Bu kritik informasiya infrastrukturuna edilən hücumlara nümunə olaraq ransomware hücumları, DDoS hücumları, SCADA sistemlərinə edilən hücumlar, həmçinin phishing hücumlarını nümunə çəkə bilərik. Daha ətraflı desək, DDoS hücumlar saxta sorğularla sistemi çökdürmək, phishing hücumları insanları, xüsusən də əməkdaşları manipulyasiya edərək sistemə sızma hallarını həyata keçirmək üçün istifadə olunur. Əslində Lamiyə xanım, biz bu belə deyək də mövzunu danışmamışdan öncə mən özüm kiçik bir araşdırma etdim ki, başqa bununla bağlı nələr var və sizin əslə danışdığınız hekayə çox maraqlı bir hekayədir və mən bəzi nümunələrə də baxdım və orada görsənir ki, bəzən bu hücumlar bir anda baş vermir də və bu illərlə bu hücumlar hazırlanır. Əfsuslar olsun ki, böyük bir detallı şəkildə bu proseslər gedir. Bəs bu cür hücumların qarşısını almaq üçün hansı strategiyalar mövcuddur? Hansı strategiyalar qurmaq lazımdır ki, bu kimi hücumlar olmasın və yaxud da ki, az olsun? Bunu necə edə bilərik? Bəli, tamamilə doğrudur. Çünki hücumçular sistemi əvvəlcədən öyrənib, tədqiq edib, zəif nöqtələri öncədən araşdırıb, daha sonra hücum edirlər. Ona görə də zəifliklərin aşkar olunması prosesi əvvəlcədən aparılmalıdır ki, uyğun cavab tədbirləri görülsün və qarşısının alınması üçün müdafiə mexanizmləri təkmilləşsin. Bunun üçün də müxtəlif üsullar mövcuddur. Məsələn, ən birinci risklər analiz olunmalıdır və risklər prioritetləşdirilməlidir. Bu nə deməkdir? Yəni, hansı risklər daha təhlükəlidir? Hadisə baş verdiyi zaman hansı riskin qarşısının alınması prosesi daha əvvəl aparılmalıdır? Bu prosesə baxılmalıdır. Daha sonra firewalllar, IDS, IPS sistemləri, CM sistemləri tətbiq olunmalıdır ki, baş verə biləcək hücumların qarşısı alınsın.
Əslində çox maraqlı nüanslara toxundunuz Lamiyə xanım. Biz əslində bayaqdan daha çox nəzəriyyələr və yaxud da dünya nümunələrindən danışırıq, amma mənə maraqlı olduğu kimi mən düşünürəm ki, mənim izləyicilərimə də maraqlıdır ki, yaxşı, biz Azərbaycandakı vəziyyətdən danışaq, Azərbaycanda görülən tədbirlərdən danışaq ki, bizdə vəziyyət nə yerdədir? Dövlət səviyyəsində hansı tədbirlər görülür və istiqamət necə gedir, hansı istiqamətdə irəliləyirik və bundan başqa olaraq Azərbaycanda bu risklərə qarşı hansı addımlar atılır? Bunun da haqqında məlumat versəz, mən düşünürəm ki, maraqlı olar. Maraqlı sualdır. Ölkəmizdə kiber təhlükəsizlik məsələlərinə son illər daha çox diqqət yetirilir. Bildiyiniz kimi cənab prezidentin bununla bağlı mövcud strategiyası var ki, orada xüsusən kritik informasiya infrastruktur obyektlərinin kiber təhlükəsizlik məsələsinə toxunulub. Bu istiqamətdə həm müxtəlif dövlət qurumları, o cümlədən AKTA, CERT kimi qurumlar və müxtəlif özəl şirkətlər yeni texnoloji həllər və strategiyalar tətbiq edir. Əslində biz düşünürük ki və görürük ki, bu hücumların əsas səbəbində insan faktoru dayanır və insan faktorunun da belə deyək də bunun üçün də biz kiber maarifləndirmə həyata keçirtməliyik və mən Cyber Woman Azərbaycan platformasında kiber qadınlar sayəsində çalışanların kiber qadınlar icması mövcuddur və siz də orada ən aktiv üzvlərindən birisiniz və kiber maariflənmədə çox yaxşı iştirak edirsiniz. Yaxşı, biz bu həm icmada, həm ümumiyyətlə insanlara necə bu maarifləndirməni aparaq? Nə təklif eləyirsiniz? Çox maraqlı sualdır Aydə xanım. Hal-hazırda ölkəmizdə kiber maarifləndirmə məsələlərinə çox diqqət edilir. Cyber Woman icması da belə bir icmadır ki, kiber maarifləndirmə, xanımların bu sahəyə marağının təşviq edilməsi məsələlərinə xüsusi diqqət yetirir. O cümlədən qeyd edə bilərəm ki, siz insan faktoru məsələsinə toxundunuz. Çünki müxtəlif dövlət qurumları, özəl şirkətlərdə kiber hücumların baş verməsi bəzən əməkdaşların səhlənkarlığı ucbatından, bəzən isə təcrübəsizlikdən qaynaqlanır. Misal üçün, kiber hücumu həyata keçirmək istəyən tərəf hər hansısa bir phishing e-mail ilə qarşı tərəfi manipulyasiya edir və əməkdaş bundan xəbərsiz olduğu üçün həmin phishing linklərinə klikləyir. Nəticədə şirkətin daxili məlumatlarını təhlükə altına atmış olur. Ona görə də biz müxtəlif dövlət qurumlarında, şirkətlərdə kiber maarifləndirmə məsələsinə xüsusi diqqət yetirməliyik. Müəssisələr tez-tez bununla bağlı təlimlər həyata keçirməlidir. Müxtəlif phishing simulyasiyaları hazırlamalıdır. Kiber gigiyena günləri keçirməlidir. Bunu bir növ test şəklində işçilərinə, təcrübələrlə izah etməlidir və nəticədə müəssisənin əməkdaşları baş verə biləcək kiber risklər zamanı necə davranış qaydalarını öncədən öyrənmiş olacaq, baş verə biləcək kiber risk halında hansı tədbirlər görməli olduğunu biləcək. Əslində çox maraqlı öz təkliflərinizi irəli sürdünüz və mənə bir şey maraqlıdır. Bu günləri həyatımızda süni intellekt ayrılmaz bir dostumuza çevrilibdi, ayrılmaz bir vasitəyə çevrilibdi. Yaxşı, bu mövzuda necə süni intellekt bizim dostumuzdurmu, yoxsa düşmanımızdırmı? Əslində hər ikisi deyərdim. Çünki süni intellekt hər nə qədər bizə kiber təhlükəsizliyi təmin etməkdə kömək etsə də, süni intellekt vasitəsilə biz kiber hücum da yarada bilərik. Bir növ süni intellekt həm dost, həm də düşmən tərəfdən çıxış edir. Amma qaçınılmazdır ki, süni intellektin kiber təhlükəsizliklə inteqrasiyası günümüzdə çox aktualdır. Bu məsələnin üzərində çoxlu tədqiqatlar, araşdırmalar aparılır və düşünürəm ki, süni intellekt bizə təhlükəsizliyi təmin etməkdə çox kömək olacaq. Əslində çox maraqlı cavab verdiniz ki, həm bizim dostumuz, həm də düşmanımızdır. Burada artıq mən biraz silkələndim bu cavabdan. Mənim sizə bir başqa sualım da var. Yaxşı, bəs gələcəkdə enerji və infrastrukturda kiber risklər necə dəyişəcək? Bunun haqqında nə deyə bilərsiniz? Rəqəmsallaşma artdıqca həm yeni texnoloji həllər, həm də yeni kiber risklər formalaşmaqdadır. 5G
texnologiyası, IoT cihazları, süni intellekt, bunlar həm yeni imkanlar yaradır, həm də yeni risklər yaradır. Amma yaxşı xəbər ondan ibarətdir ki, artıq dünyada Secure by Design, yəni təhlükəsizlik əsaslı dizayn yanaşması formalaşmaqdadır. Lamiyə xanım, təşəkkür edirəm cavablarınız üçün və mən bir şey qeyd etmək istəyirəm. Uşaqlıqda analarımız bizi hansısa bir təhlükələrdən qorumaq üçün davamlı bizə onu göstərirdilər. Məsələn, əlini peçə vurma, əlini qaza vurma və yaxud da ki, əlini elektrik yuvasına vurma, nəsə olar, ehtiyatlı ol. Davranışlarımızın nə qədər önəmli olduğunu və həyatımıza hansı risklərin verəcəyi haqqında çox qısa, xırda bir yolla bizə bunu başa salırdılar. Artıq kiber təhlükəsizliyin içərisinə girdikcə və başa düşürəm ki, hər klik, hər parol bizim davranışlarımız üçün çox önəmlidir. Həyatı risklərdən bizi qoruyur. Ona görə də biz əvvəl o analarımız necə bunu bizə qorumağı öyrədirdilərsə, indi də kiber mütəxəssislərin üzərinə bu düşür ki, insanlara maarifləndirmədə bunu öyrətsinlər və mən düşünürəm ki, Azərbaycanda artıq kiber mütəxəssislər bunu yetəri qədər edirlər. Hərə bir əldən çalışır və gücün birlikdə olduğunu görürük. Son zamanlar bunu daha çox hiss edirik və məncə maraqlı bir podkast alındı. Siz öz tərəfinizdən öz çıxışlarınızı bildirdiniz. Çox sağ olun. Təşəkkür edirəm ki, gəldiniz və bu gün qonağımız oldunuz və bu mövzunu, bu qədər çətin və ağır bir mövzunu sadə və rahat dillə izah etdiniz. Minnətdaram. Sonda demək istərdim ki, kiber təhlükəsizlik təkcə bir IT mütəxəssisin işi deyil. Yəni təkcə IT ilə məşğul olan şəxslərin məsuliyyətində deyil, hər kəsin məsuliyyətindədir. Xüsusilə də kritik infrastrukturun təhlükəsizliyi bu milli təhlükəsizlik məsələsidir. Hər bir vətəndaş, hər bir əməkdaş təhlükəsizliyin bir tərkib hissəsidir. Enerji isə həyatdır, onu qorumaq bizim borcumuzdur. Enerji infrastrukturuna olan təhlükələr çünki ciddi fəsadlara gətirib çıxara bilər. Bunun üçün də sonda diqqətə çatdırmaq istəyirəm ki, hər bir klik, hər bir parol, hər bir davranış təhlükəsizlikdə çox önəmlidir. Təşəkkür edirəm. Ümid edirəm ki, bu söhbət izləyicilərimizi daha çox düşünməyə və daha ehtiyatlı olmağa, təhlükəsizliklərini qorumağa kömək edəcək. Növbəti buraxılışlara dək. Hələlik.